Elmanıza karışır. Sizi ben nazardan koruyorum. Beğenmeyi ve şerh yazmayı unutmayın. Ama dedi. Yani sen Allah gurbette Qarabağ'a gedirik. Saat 4'də qalır. Niyə sarılırdın? Buraya saçımı göster de. Heç də. Abrum həyam açıldı. Karşılarımız kabul edemeyiz. Dediğim gibi bunlar mühendisle satın bağlı olduğunu ben de anlattım. Gittiğimiz yerler uzak yoldu. Qarabağ ərazisi. Kim olar ki 5 saat, 6 saat yol. Şuradan bütün yolu yakmış. Deyəsən burada, burada səhər yemək yeyiləcək. Yazdım serisi. Bir orada şimdi serisi. Nerede beğendim bu Türklerin söhbətləri orası? Hiçbir faydası da yoktu. Doydum. Ya gelsin Azərbaycan gülləsin, getir. O qadın səs qaları artıq qalanları gətirdiyi təbirlə. Sən yenə mənə qalmışsın. Bəli, mən sənə, sən mənə. Bəli insanım. Sensiz yaşayabilmərəm. Yanadır arzulara her zaman merhaba. Danışan bir dodağım parça. Arzulara her zaman merhaba. Danışan bir dodağım parça. Merhaba. Sol tarafta gördüğünüz tepeliğin düşmeni sniper nöqtəsi. Bu sniper nöqtəsindən yer gəldiyi 2-ci Qarabağ döyüşündə Ağdam, Bərdə şəhər kəndlərini hadisi tutdular və buradan şahid edilirlər. Sol tərəfdə gördüyümüz yerə əkilmiş ağaclar şam ağaclardır və bu ağaclar 1-2-ci Qarabağ döyüşlərində şəhid olmuş şəhidlərimizin adına və sayına uyğun basılır, əkilir. Hər bir şəhidimizin adına uyğun şam ağacları əkilir və getdikcə bu sayın ne kadar çok olduğunu görürsünüz. Çok geçeydi. Takip aurası var. Burada işler gelir.
Well, it's something that we do casually. It doesn't have to be in a mosque. In here, for example, you go like run down. Açıda ümid belə saxlayırdılar da, tövlə eləmişdilər. Bence sərindir. Burada Quran var deyəsinə. Hediyə edilərlər. Minyatürü nə gözəldir. İşğal vaxtı. ATƏT-in nümayəndəsi bu məsciddən bir daş parçasını, həmən daş parçasını götürüb, aparıb rəhmətli Heydər Əliyevə təqdim edib ki, bunu Ağdamdan gətirmişəm məsciddən. Heydər Əliyev də deyir ki, biz inşallah və kədərlənib, deyir ki, biz bu daşı öz yerinə qaytaracağıq. Bu bizim qürurumuzdur. Nə dua eləsəniz, Allah sizi dualarınızı qəbul edəsin. Çox sağ olun. Allah sizi xoşbəxt etsin, elminizə bərəkət versin, sizi bədnəzərdən qorusun. Çox sağ olun. Özünüzü qoruyun. Həmişə bir yaxşı iş görəndə, maşallah deyil, yəni ki, Allah üzrə. Çünki bədnəzərlər çoxdur. Bir işi başlayanda inşallah deyil. Hər bir işi var. Və gözəl olur. Nə şirin. Çok şirin. Ne tür cihazlar oluyor? Biz de 4 yaşım var. Ne yaxşı. Atam görsə şu an başım bağlıdır. Sevinir. Dua elə ya atan üçün. Atam üçün. Amin. Təsadüfən turdutlaşdıq. Qarşılaşdıq. Gördüğümüz lövhədə 2. Qarabağ döyüşündə Şuşa şəhərindən xaric digər şəhərlərində şəhid olmuş şəhidlərimizin adlı siyah olan lövhəsidir. 2892 şəhidimizin adı bu lövhədə əks olunur. Bundan ibarətdir ki, Xocalı əsirləri, Xocalı şəhidlərin təxliyəsi zamanı balaca 11 yaşlı qız uşağının üzü istifadəsinə görə Allahverdi Bağırov döyüşün başına bəzi müsibətlər gətirilir. Və Allahverdi Bağırov buna özünə sığışdırmır və rasiya ilə Vital Balasanyana çıxır. Vital Balasyanyanın həmin erməni zabitini istəyir. Vital Balasyanyan təbii ki, bunun qarşılığında yenə erməni əsirlər və əsasən də yanacaq vasitəsi istəyir. Allahverdi Bağırov öz cibindən bunları təmin etdikdən sonra həmin erməni zabitin yerini öyrənir və əlində heç bir şey olmadan təkcə öz şəxsi tapancası var idi. Onu götürərək Ağdamın Mərzil kəndində olan postuna yollanır və həmin erməni zabitini və 3 erməni əsgərini həmin posta yerindəcə məhv edir. Bu bir şəhid adı var ama. Digər şəhidlərin hamısı boşdur. Hamısı bütün məzarlıqlar boşdur. Dediğim kimi gəlirlər təşkün düşdü. Gözünə olan səhnə bu ərazidə olan hadisələrdən götürülür. Məriyyət Kilosun əsrlərin dəyişilməsi səhnəsi bu hissədə olan hadisələrdən götürülür. Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm. Hətta düşmənə də. Bura artıq əskər əməliyyəsidir. Gördüyünüz bu evlər vaxtilə ermənilər tərəfindən istifadə olunub və bu torpaqlar tarixən Azərbaycana məxsus olub. İşğal dövründə burada məskunlaşıblar. İndi isə ərazi tam olaraq boşaldılmışdır. Kontrolcü maddələrin qarşılama ihtimalımız var deyə orada qadağandı. Dedim ki, bir tək bura gələcək. Hamı düşər. Xocalı şəhəri qarşı gördüyünüz gibi Xocalı şəhəri. Qalanın birinci hissəsi. Burada yıkılarıq. Qorxuram.
belə oyuqlar yaradıblar. Bu oyuqlardan da dinc əhaliyə üstünə hücum edib. Geçti hayalımdan güzel yurdum, dumanlar başımda dastana döndü. Yetmez bir yaranı bizler ne kadar Kozal Şah'ın azaldı olmuşsa da Kozal bizlerden ağır bir itki kalır. Kozal şəhəri 1992 il fevralın 25-nə 26-cı gecəsində 166-cı motorlayla və erməni hərbi birləşmələrinin iştirakı ilə işğal olunmuşdur. Həmin işğalda Çok yüksekte ve çok geçendi. Ama garip olur ya. Böyle çok farklı hissediyor. Mənə qanat verən oldu deyəsən, adına özünə vətən deyirəm, çölünə, düzünə. Aras var hiç orada. Aras gördü. Aras. Obanı gördü. Hoşuna yapışıyor. Aa yağış başladı. Ben her gece seni düşünüp olsun istiyorsan. Bir şey gel. Aa çok güzel koku gelir. Sakız iyi gelir, bubblegum. Ona göre yağış yağır. Dostlar. Yağış yağır küçelere. Çok yukarı çıktık. Çok yukarıydı. Devlet Xidmətləri Lirikin kəlləsindeyiz şu an. Lirik. Biz lirik oxşatdık buraları. Affola yani. Charlie yine koşuyor. Ne olacak da sesi? Leysan neymişi? Leysan yağıra getir. Bura kənarda hazırda yağış yağır. Bilmirəm necə qalxacaq. Belə. Bəyəndin? Real dedi. Nəyi bəyənmədin? Mən tutuyorum aram yoktu. Diye bunun tavuğun biraz çiğ. Ama böyle ben beğendim. Yavru da. Hiç ne yemedi bu arada. Niye getirdin? Yani Qırx ildə bir, real 40 ildə bir Şuşaya gələrik. Onda da palçıqsa el qiyamət. Ay Allah bu olsun. Nereye gidiyorsun? Can. Ne gezersin? Ya bu görüntüye bak sen Allah. Bu nedir? Çok qəşəngdir. Çok qəşəngdir. Buralar hepsi eskiden bizim babaların yeri. Komik mi? Hiçbir tarafımız ileri Qarabağ'a dayanmır. Aha. Gəlmişik yuxarı Gövhər Ağa məscidinə. Bugün çox möminləşmişik biz. Amma məscidlərin memarlığı çox möhtəşəmdir də bir dəfəndə. Girək də. Neyse özüm de göstereyim size. Oha çok güzel şeklimi çekti. O Çaynalı hanım abla. Hanım abla. Abla seni yerim. Bu nasıl? Yolda fərqli yaşayış evləri var. Mesela bayağı yazılmışdı ki Hacı Sadıq'ın yaşayış evi. Hamısı orada da yazılıb nəsə. Prosta oxuya bilmirəm.
Kəblə Azadın yaşayış evi. Bu ara bina yoxdur. Maşallah. Buranı qalxmaq zormuş. Şalvarımın balağı pisdir. Ayağıma ilişir. Darışdı səfəli lezisin. Yaşlanmışam ayağım. Necədir xanımlar? Yaxşıdır. Əla. Vlogumuzu aşağı qədər baxmanızı da bil istəyək. Gəlin siz də vlogumuza düşün. Aygə salam ver. Salam verin. Salam. Gözümə böyle İzləməyə alın, bəyənməyi və şərh yazmağı unutmayın. Tez alırsınız beğenin. Baxın biz bunu sürüşə bir də çəkirik sizə görə. Hayır kalmasın. Şalvarıma ilişirəm. Ne? Yani Dostinin gözündən yıraq. Güne qaldım. Yani Əziz Şuşa, biz qayıtmış torpaqlarımızı Azərbaycan əskəri azad edir. Azərbaycan zabiti azad edir. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandık. Şəhidlər verərək qələbəni qazandı. Bu tarix əbədi yaşayacaq. çok qəşəngdir. Çok qəşəngdir. Yəni qoyacağım, bilmirəm nə qədər çəkmişəm. Çünki həm Instagram üçün çəkirəm, həm YouTube üçün çəkirik. Ona görə biraz qarışır. Bilmirəm hansı. Eynən çox çətindir. Versiyada çəkirik. Bunları görün. Baxın, mən kimi görsədim. Ona görə və telefonlarımız da sadə iPhone'lar olduğu üçün Telefonlar biraz hərəsi 2000-2000 olub. Bugün içində. gözəldir. Yəni mən Gəncəyə gedirəm belə olur. Hərdən əqdaşdır da. Hara gedir yağış yağdı. Şamaxıya gedirəm belə olur. Niyə belə olur? Şey oldu axı. Niyə də? Niyə? Orada yallı gedirlər. Biz də gedək də. Biz də gedək də. Merhaba arkadaşlar. Lezan olmuşuz. Yora getmədik. Yo, indi getmirik ora. Get, siz götürüz ora. Qaliba şəqalasına da getmirik. Necəyən get? Hə, qaydandı dedilər. Mən Şamaxıya getdim. 3-4 dəfə getmişim. 3-4-ündə də leysan töküb. Gəncəyə getdim. Göygölə çatdıq. Dolu yağdı. Dolu yağdı. Astaraya getdim. Astaraya dolu yağdı. Qarabağa gəldim. Qarabağda da leysan qiyamət gedir burada. Cıdır düzləşir çəkənmədik. Bilmirəm, mən bərəkətli bir insanam əslində. Yəni özüm yağış bərəkətdir. Mən bərəkətli bir insan olduğumu düşünürəm. Siz də elə düşünürsünüz məncə. Niyə də burnumun ağzımı yesin çəkər adam? Mama kublam çok pis değil. Elə mənimki də sudur. İçinə də dolub su. İndi biz sən nə edərik? Soyunarıq, avtobus ayağımızda qalmasın. Ayağımızın altında da bir dənə şey. Ayakkabım yaş değil. Ayağım hiç yaş değil. Evə necə gedir? Bəlkə də keçirib hiss eləmirsən ki. Ya değil. Nem değil. Məndə də deyil. Corab yemişik biz bura. Yağmurdular buranı verərlər. Ona görə də. Uydu o ses gel. Ben kombin göstereyim. Nuray yine kombinləşdim. Mənə dedi ki, heç götürmə. Mən bir də futbolka götürdüm. Mən heç götürmədim. Bu getdi futbolkasını dəyişdi. Belə bir insandır. Amma o mənə dedi ki, götürmə, götürəcək. Üz gördüm. Üz gördüm. Axır ki. Köküm, çiçəklərim, tağım oradadır. Mən burada xəstəyəm, sağım oradadır. Aranlı yaylaqlı dağım oradadır. Damlayam qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni.
Ağlada güldürmə məni. Sən Allah qürbətdə öldürmə məni. Vətəndə qəbrimi qazıb yazmışam. Bu mənzərə harda tapa bilərsiniz, bəyəndiniz? Qəşəng deyil. Realda həqiqətən telefon əks etdirmir. Həqiqətən əks. Bu nasıl sınavdı?